Axşamınız xeyirli olsun, əziz məclis əhli, əziz toy əhli. Hər birinizi salamlayıram. Bugün sizləri ana evlər, tağ evlər ailəsində salamlayıram. Bir daha bu ailənin xoş gününə, belə gözəl toy məclisinə xoş gəlmişsiniz deyirəm. Arzu edirəm ki, hər birinizin evində, ocağında bax beləcə gözəl günlər olsun. Vaxtımıza dərk keçirmirik, musiqiçilərimiz gözəl bir musiqi səsləndirirlər. Bugünün səbəbkarı olan Vüsal bəyimizi, Səma xanımı məclisə dəvət edirik. Buyurun. Diqqətlər monitör öyrənilir. Bəyimiz gəlinimiz artıq yavaş-yavaş saraya daxil olmağa hazırlaşırlar. Allah mübarək eyləsin. Gənclərimizi təbrik edirik. Ailə səadəti, xoşbəxtlik arzuluyuruq. Maşallah. Budur, gəlin gəlir yolu uğurlu. Gəlir qəlbi təmiz, könlü qürurlu. Əl çalın, alqışlarla qarşılayırıq. Əl çalın, qoy bu gənclərin. Ömür yolları dolsun uğurlu. Bəh-bəh. Bəyimizi bir daha salamlayırıq. Vüsal bəy, xoş gördük deyirəm sizlərə. Təbrik edirəm. Bu gözəl şan şöhrət sizin şərəfinizə qurulub. Ay cəmaat, bir alqışlayalım. Bu alqışlar da sizin şərəfinizə gəlir. Çox sağ olun, əlçalan əlləriniz var olsun. Bugün hər birimizin qarşısında əziz məclis əhli. Bəyimiz gəlinimiz iyilik tikələrini bölüşürlər. Bəy gəlin şərəfinə gözəl bir tort kəsilir.
Artıq bəyimizin gəlinimizin şərəfinə tort kəsildi, şərbət süzüldü. Mən xahiş edirəm, hamı əyləşir, hamı əyləşsin. Bu gözəl musiqi Vüsal bəy sizin şərəfinizə səslənilir. Sizləri rəqsə dəvət edirik. Bu güzel musiki sevdasıyla bəyimizi gəlinimizi məclisin yuxarı başına dəvət edirik. Vüsal bəy buyurun. Bəyimiz gəlinimiz əyləşsin. Hər vaxtınız xeyirli olsun, əziz elimiz, ovamız, cəmaatımız. Xoş gördük sizləri. Bugün sizləri Tağıyevlər ailəsində, Anayevlər ailəsində salamlayıram. Hər iki ailənin xoş gününə xoş gəlmisiniz deyirəm. Arz edirəm ki, bax beləcə gözəl toylar, düğünlər istəklilərinizdən, sevdiklərinizdən, əzizlərinizdən görəsiniz. Mən arz edirəm ki, elimizdə, obamızda, cəmi Azərbaycanımızda bax beləcə gözəl toylar, düğünlər olsun. Öz canları, qanları bahasına torpaqlarımızı azad etmiş, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə uzun ömür, can sağlığı diləyirik.
Elsever qardaşımız başda olmaq şərti ilə mən əziz məclis əhli xahiş edərdim, bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edərdik. Çox sağ olun, əyləşin, xahiş edirik. Bir daha deyirəm, Allah rəhmət eyləsin, qəbirlərin nurla dolsun. Qazilərimizə uzun ömür, can sağlığı arzuluyuram. Sizlərə də əziz məclis əhli arzu edirəm ki, ömrünüz, gününüz bax verəcə gözəl, mənalı, şən, firavan, toylarda, düğünlərdə keçsin. Arzu edirik ki, hər birinizin ocağına, yaxşı günlərə, toylara gəlməyə Allah hər birimizə qismət eyləsin. Haram tikə gözü könlü doyurmaz. Haram tikə gözü könlü doyurmaz. Qoy Allahın halal payı çox olsun. Çoxu süfrə açsın, geniş ürəklə çörəyi çox olsun, çayı çox olsun. Paslı dəmir, üzü küssə qaş olmaz. 100 ildə qurusa, palçıq daş olmaz. Namərddən nə arxa, nə qardaş olmaz. Yaxşı insanların sayı çox olsun. Gileyli, hər kəsin öz dünyası var. Söz qədri bilənin söz dünyası var. Axı bu dünyanın toyu, yası var. Biz arzu eyləyək, toyu çox olsun. Arzu edirik ki, bir daha elimizdə, obamızda bax verəcə gözəl toylar, düğünlər olsun. Mən əziz məclis əhli, qısaca olaraq sizləri yaradıcıyətimizdən tanış edəcəm, sonra isə yavaş-yavaş toyumuzun açılışını edərik. Məlik növbədə hər iki ailənin adından Ruslan Şadıq Sarayının bütün kollektivinə dərin təşəkkürümü bildirirəm. Gözəl musiqi dünyamız, musiqiçilərimiz burada əyləşiblər. Mən Səma İnstrumental Ansamblının bədii rəhbəri Rəfail qardaşımız başda olmaqla hər birisini salamlayıram. Hər birisinə xoş gördük deyirəm. Gözəl müğənnimiz Həbib qardaşımız bugün bu gözəl toy düyünə Şəki şəhərindən təşrif buyurub. Xoş gördük deyirəm, ay Həbib. Həmişə toylarda görüşək. Və bu günləri yaddaşlara həkk etdirən mən rejissorumuz İsmail qardaşımız olmaqla, operatorlardan başda Ramiz olmaqla hər birisinə dərin təşəkkürümü bildirirəm. Və bir masabəyi kimi bəyimizi, gəlinimizi icazənizlə qısaca olaraq təbrik edirəm. Vüsal bəy, Səma xanım, sizləri təbrik edirəm. Əlbəttə ki, ilk növbədə uzun ömür, can sağlığı arzuluyuram. Bugün sizin gününüzdür Vüsal bəy. Bugün deyilən bütün təbriklər, bütün sözlər sizin ünvanınıza olacaq. Mən də təbrik edirəm. Mən də sizlərə ailə saadəti, xoşbəxtlik diləyirəm. Yeni bir həyata, evlilik həyatına qədəmlərinizi qoyursunuz. Allah mübarək eyləsin. Gözü dolu görəsiniz. Vüsal bəy, çox şey lazım deyil vallahi insana. Məhəbbət dolusu göz olsa bəsdir. Yığa evlatların hər gün başına ocaq qalamağa göz olsa bəsdir. Qismətin şor olsa ya beçə balı, heç kəsli olmasın gərək davalı. Dünyada qalacaq dünyanın malı, tamah güc gəlməsin, az olsa bəsdir. Çətinə düşəndə eyləmə fəryad. El oba içində qazan təmiz at, sağlam oğul uşaq, qeyrətli arvad. Bir də ki, ay Vüsal bəy, Allah ilə ürəyin diz olsa bəsdir. Mən təbrik edirəm. Sizlərə gözəl günlər, mənalı bir ömür arzuluyuram. Və özümüz Səma xanıma tuturam. Xoş gördük Səma xanım. Gözəl bir ailəyə artıq qədəmlərinizi qoyursunuz. Mən arzu edirəm ki, o ocaqda yarayan, qarayan gəlinlərdən olasınız. Mən arzu edirəm ki, o evdə, o ocaqda evlatlar böyüdüb, boya başa çatdırıb, siz də valideynləriniz kimi gözəl bir evlat toyu görəsiniz. Getdiyin ocağın ocaqdaşı ol. Getdiyin ocağın daş yaddaşı ol. Ocağa gəlin yox, dövlət payı ol. Bircə işarədən qanan ol bacım. Şirin dil, hörmətli edər qadını. Mehriban qarşıla doğma yadını. Qoru şərəfini, qoru adını, Vüsala hər bir an dayaq ol bacım. Ailənə məlhəm ol bir loğman kimi. Evlatlar yetişdir bir bağban kimi. Sən də öz balana, öz anan kimi. Çıraq tək alışıb, yanan ol bacım.
Güller açsın bağınızda, od olsun ocağınızda. Ay Səma xanım, gələn il körfə görək. Biz sizin qucağınızda. Bir alqışlar gəlir bəy gəlin şərəfinə. Eşq olsun, əl çalan əlləriniz var olsun. Həbib qardaş, buyurun. Söz sizindir. Gözəl bir musiqimizlə məclisi, bəyimizi, gəlinimizi təbrik edin. Buyurun. Çox sağ olun, dəyərli Musa bəyimiz. Deyiləcək bütün gözəl sözlərin həmsini dediniz siz. Dəyərli valideynlərimizi, ağsaqqallarımızı təbrik edirəm. Bugünkü gözəl bir gün münasibətilə bəyimizi, gəlinimizi təbrik edirəm və onların şərəfinə gözəl bir musiqi səsləndirək. Yazı yazan boşa yazmış, bir silinmez taşa yazmış. Yazı yazan boşa yazmış, bir silinmez taşa yazmış. Seni benler boşa yazmış, ünvanı düz aktarmış. Seni benler boşa yazmış, ünvanı düz aktarmış. Ümidime burada olsa, arzulara kanat olsa. Ümidime burada olsa, arzulara kanat olsa. Vüsal adlı hayat olsa, seni ben sokakta həsrəti ötüb keçsə, düz il qara bizan desə. Bu həsrəti ötüb keçsə, düz il qara bizan desə. Ay bəxtimə düşən sizə, ömrümə yazaqlarmışam. Ay bəxtimə düşən sizə, ömrüme yazaklarmışam. Ümidime burada olsa, arzulara kanat olsa. Ümidime burada olsa, arzulara kanat olsa. Vüsal adlı hayat olsa, seni ben sokaklarmışam. Vüsal adlı hayat olsa, seni ben sokaklarmışam. Gel ulduzun ayım olsa, ömrüme nur aktarmışam. Ay bəxtimə düşən sizə, ömrüme gül aktarmış. Çok sağ ol efendim, çok sağ ol. Bir daha bey
təbrik edirik. Mübarək. Biz də təbrik edirik, biz də bu təbriklərə qoşuruq. Əziz məclis əhli, icazənizlə mən ilk növbədə istərdim ki, dünyasını dəyişmiş ağsaqqallarımıza, ağbirçəklərimizə rəhmət diləyim. İlk növbədə istərdim ki, Əhməd dayıya, Hüseyin dayıya, Səadət xalaya, Cənnətəy xalaya rəhmət diləyim. Allah rəhmət eyləsin, qəbirlərin nurla dolsun. Allah onlara vermədikləri ömrü evlatlarına, nəvələrinə, nəticələrinə versin. Və böyük bir hörmətlə, icazənizlə, əziz məclis əhli, ilk badələrimizi valideynlərin şərəfinə qaldırmağı təklif edirəm. Bəşir qardaşımızı, Sevda xanımı, Rafael qardaşımızı, Sevda xanımı bura dəvət etmək istəyirəm. Hər bir valideynin arzusudur, cəmiyyətimiz üçün yararlı bir evlad böyütsün və sonunda bax verəcək gözəl bir gününü görsün. Bugün artıq bu insanlara qismət olub. Mən hər birimizin adından mübarəkdir kəlməsi söyləyirəm. Bugün Bəşir qardaşımız ocağından, öz evindən evladını yola salır. Valideyn üçün ən gözəl gündür. Evlad toyunu, düyünü görmək, Allah bütün valideynlərə qismət eyləsin. Mən arzu edirəm ki, hər bir evlad da valideyn xeyir duası alsın. Valideyn xeyir duası almayan evlad bu dünyada, belə bir deyim var, xoşbəxt olmaz deyirlər. Bəşir qardaş, sizi təbrik edirəm, sizə göz aydınlığı verirəm. Arzu edirəm ki, evinizdə, işinizdə keçirilən, bax beləcə gözəl məclislərdə həmişə bir ata kimi başda durasınız. Allah sizin varlığınızı o ocaqdan, o evdən əski eləməsin. Hər məclisdə, hər bir işdə olmalıdır ata başda. Hər məqamda, hər gərdişdə olmamaq üçün xəta başda. Olmalıdır ata başda. Canımızda candır ata. Damarlarda qandır ata. Səhər üzlü dandır ata. Salam verər o da başda. Olmalıdır ata başda. Ay dostlar, atalıq çox çətin. İtirmək olmaz zəhmətin. Ata adlı şəxsiyyətin hamı tuta adım başda. Olmalıdır ata başda. Belə gözəl məclislər ay Bəşir, ömründən əski olmasın. Təbrik edirəm. Nə və nəticə toyu görməyə arzuluyuram sizləri. Bugün əlbəttə ki, iki böyük bir nəsil artıq qohumluq körpüsünün təməlini atır. Mən arzu edirəm ki, bugün ana evlər və tağ evlər nəsilləri arasında qoyulan bu qohumluq körpüsü əbədi olsun, daimi olsun. Valideynlər baxsınlar evlatlarına, sevinsinlər, öyünsünlər. Analarımızı təbrik edirəm. Bir ana ağlayır, qız yola salır. Bir ana həsrətlə gəlin gözləyir. Hər iki sevda bacımızı təbrik edirəm. Sizlərə göz aydınlığı verirəm. Arzu edirəm ki, heç zaman peşmançılıq çəkməyəsin. Deyir gecələr yatanda, səhərlər duranda evladının xoşbəxtçiliyi üçün dua edən analarımızı təbrik edirəm. Ay dostlar, inanın doğru sözümdür. Dünyada hər şeydən ana yaxşıdır. Ahəstə səsi ilə yuxu laylası zümzümə etməyə ana yaxşıdır. Qəm kədər şöləsi anadır bilin. Hamı qədrin bilsin bu qızıl gülün. Ailədə, məclisdə, ananın dili, nəsiyyət verməyə ana yaxşıdır. Allah sizin öyüd nəsiyyətlərinizi evladlarınızdan əski eləməsin. Təbrik edirəm, bütün məclis əhli adından bu gözəl günə mübarəkdir deyirəm. Allah mübarək eyləsin. Çox sağ olun, Allah hamınızdan razı olsun. Gəldiyinizə görənizə təşəkkür edirəm. Qızım Səmanın da, oğlumuz Vüsal'da Allah xoşbəxt eləsin, daimi olsunlar. Çox sağ olun. Sizlər bir yerdə olacaqsınız. Allah xoşbəxt eləsin. Allah xoşbəxt eləsin. Oğullu qızlı olsunlar. Bir-birlərini başa düşən ailələrdən olsunlar. Can deyib can eşitsinlər. Çox sağ olun, amin deyirik. Və sizləri gözəl bir musiqi ilə rəqsə dəvət edirik. Buyurun. Evimizə gəlin, gəlin, sığalayın teli, gəlin. Evimizə gəlin, gəlin, sığalayın teli, gəlin. Görüşünə gelin, gəlin. Görüşünə gelin, gəlin. Çıraqları gör yandırak, gör yandırak. Və gəlin şadlandırak, şadlandırak. Çıraqları gör yandırak.
Zimistanı bahar olsun, zimistanı bahar olsun. Oy mübarek olun, toyu mübarek olun, oy mübarek olun, toyu mübarek olun. Gelinin gülse güzel, yaramazsın evinize. Saadet getirsin size, saadet getirsin size. Oy mübarek olun, oy mübarek olun, oy mübarek olun, oy mübarek olun. Ay maşallah. Beyle gelin oynasan neyler ki hoşalar. Adam bilemez üstte musikine zevk alan. Beyle gelin oynasan neyler ki hoşalar. Adam bilemez üstte musikine zevk alan. Oy gelin yer sana, yaxşı yaxşı öğrensən. Onlar el göz geçer, kabul desin. Aynen toyun mübarek, gelin toyun mübarek. Aynen toyun mübarek, gelin toyun mübarek. Başın cehizi var geldimin ay geldimin. Başın cehizi var geldimin ay geldimin. Üzüne həsəd aparır göynəki ay geldimin. Üzüne həsəd aparır göynəki ay geldimin. Qanayam, qalasını alıb geldimin. Başına dönüb geldimin. 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 Çox sağ olun. Allah mübarək eləsin. Amin. Bir daha valideynləri təbrik edirik. Uzun ömür, can sağlığı arzuluyuruq. Və icazənizlə əziz məclis əhli bu badələrimizi hər iki gəncin, qardaşlarının şərəfinə qaldırmağı təklif edirəm. Deyir dağdağa söykənər insan insana. Dağdağa söykənər insan insana. Onlara da arxa duran oğuldur. Gözün aydın olsun demiş atalar. Zəbrol, Tövrat, İncil, Qur'an oğuldur. Bahar təravətli, dağlar vüqarlı. Payız bərəkətli, çölləri barlı. İstər yoxsul olsun, istər savarlı. Yaradan, yaşadan, Qur'an oğuldur. Hər kəsin həyatda varsa oğlu, artar günü gündən dövləti, pulu. Qardaşın qardaşı, bacının qulu, düşmənə də zərbə vuran oğuldur. İcazənizlə mən qardaşlardan Azadı, Sənanı bura dəvət edərdim. Onlara gözəl günlər arzulayardım. Və eyni zamanda Hüseyni, Ramili, Raufu, Azadı, Könül xanımı bura dəvət edərdim. Onlara mübarək kəlmələrini söyləyərdim. Xoş gördük. Allah mübarək eyləsin. Gözü dolu görəsiniz. Belə toylar, düğünlər ömrünüzdən, gününüzdən əski olmasın, qardaş. Allah xoşbəxt eləsin, oğullu qızlı olsun, imanlı olsun, bərəkətli. Allah xoşbəxt eləsin. Amin deyirik. Səma xanımın qardaşı. Hoş gördük. Allah mübarək eyləsin. Gözünüz aydın olsun. Buyurun. Allah xoşbəxt eləsin. Oğullu qızlı olsunlar. Amin deyirik. Və şərəfinizə gözəl bir musiqimiz gəlir. Hamılıqla rəqsə buyurun. Toyudu kardeşimin, odu dansın başımın. Ne güzel güldü bugün akıl sulanır taşının. Toyudu kardeşimin,
Odu tacı başımın Ne güzel güldü bugün Atır sumaylı daşını El salır ekseleyin Hoş arzular dileyin Hamınız tebrik edin Toyunu taze beyin El salır ekseleyin Hoş arzular dileyin Hamınız tebrik edin Toyunu taze beyin Her yana ses saldı tutalım Yüreklerde kaldı tutalım Her yana ses saldı tutalım Yüreklerde kaldı tutalım Toyunu kardeşimin Oldu tacı başımın Ne güzel güldü bugün Atır sumanın daşımın Toyunu kardeşimin Oldu tacı başımın Ne güzel güldü bugün Atır sumanın daşımın Şansı beyimize geldi sen Beyimize maşallah Toyumuza maşallah Gelir bugün evimize maşallah Beyimize maşallah Toyumuza maşallah Gelir bugün evimize maşallah
Koşan sinarlar şahit oldular bizim bu ilk eşkimize. Gökteki kuşlar elime koştular bizim bu ilk eşkimize. Koşan sinarlar şahit oldular bizim bu ilk eşkimize. Gökteki kuşlar elime koştular bizim bu ilk eşkimize. Sevgimiz gelmez Allah'ın göze, bizi çok görme birbirimize. Sevgimiz gelmez Allah'ın göze, bizi çok görme birbirimize. Koşan sinarlar şahit oldular bizim bu ilk eşkimize. Gökteki kuşlar elime koştular bizim bu ilk eşkimize. İşk olsun beyimize geldi bize. Sen benim tanrılar, en şirin bayımsan. Seher güneşimsen, güzel ayımsan. Gözlerinde tapdım bu sevginin dalı. Yüreğime yazdım bir ömür yalan. Ay ömrüm ay ömrüm ne desem bilene. Sana bir şey olsa yapın ömrüm. Ay ömrüm ay ömrüm ne desem bilene. Sana bir şey olsa yapın ömrüm. Dərin təşəkkürümü bildirirəm hər birinizə. Əyləşin, nuş eləyin icazənizlə. Əziz məclis əhli, növbət sağlığımızı elan etmək istəyirəm. Hər birimiz yaxşı bilirik ki, bugün Ruslan Şadlıq Sarayında hər iki ailənin toy məclisi, hər iki ailədən qonaqlarımız var. İndən sonraki bizim sağlıqlarımız, tək-tək olacaq. Ona görə mən xahiş edirdim, bir balaca diqqətçil olarsınız. Əmi bibi ailələrinin şərəfinə badə qaldırılır. Səma xanımın əmi bibi ailələri bugün bu gözəl toy düyündə iştirak edirlər. Mən ilk növbədə Məhəmməd əminin, Nəsib əminin, Nazim əminin, Niyazi əminin ailələrini salamlayıram. Evlatları ilə birgə bura dəvət edib göz aydınlığı verirəm. Səlimət bibinin, Sərvinaz bibinin, Həlimət bibinin, Eminət bibinin, Dilafruz bibinin, Dilbər bibinin, Bəsti bibinin sağlıqlarını qeyd edərək, ana evlər ailəsindən əmi bibi ailələrini bura dəvət edirəm. Allah mübarək eyləsin, gözünüz aydın olsun. Arzu edirəm ki, hər birinizin ocağına yaxşı günlərə gələk. Əmi bibi ailələri, buyurun, ana evlər ailəsindən. Salam axşamınız xeyir məclis iştirakçıları. Mən bugün öz adımdan, bütün qohum qardaş adından hər birinizi təbrik edirəm. Səmə balaya da uzun ömür can sağlığı. Biriniz ocaq olanda biriniz su olun bala. Sizə günəş kimi isti, billur su kimi təmiz, geniş səma kimi açıq məhəbbəti arzulayıram. Bir deyib bir eşidin. Qoşa qaliyasın. Allah xoşbəxt eləsin. Daim həyatda yüzümüz gülsün inşallah. Allah xoşbəxt eləsin balalarım. Allah sizi ya Rabbim bir-birinizdən ayırmasın. Ömrünüz uzun, canınız sağ olsun. Allah xoşbəxt eləsin. Necə istəyirsiniz, Allah sizə elə versin. Şad, xoşbəxt ömür sürmə, Allah sizə qismət eləsin. Bir yerdə qocam. Allah xoşbəxt eləsin. Mən də bu xoş sözlərə qoşuluram. Allah xoşbəxt eləsin. Bir yerdə 100 il ömür yaşasınlar. Çox sağ olun bu gözəl kəlmələrə. Biz də qoşuluruq. Sizləri gözəl bir musiqi nömrəsi ilə rəqsə dəvət edirik. Gülüşüne koşulmuş anam, gülüşüne
Azərbaycan gəlsin. Azerbaycan vətən çeşinə. Hə, gözəl bir Leyla mahnısı gəlir. Ay maşallah.
Bir dənə yerli hava gəlir. Zurna səsi ilə yerli hava gəlsin. Hər ikisinin sifarişi yerinə yetirilsin. Əyləşin, nuş eləyin. İcazənizlə bəyimizin əmi, bibi ailələri burada əyləşiblər. Onları bura dəvət etmək istəyirəm. Mən ilk növbədə bizlərdən çox-çox uzaqda Moskva şəhərində yaşayan Vaqif əminin təbriklərini çatdırıram bəyimizə, bəyimizin ailəsinə. Deyir, vətəndən uzaqda yaşayanların vətən həsrəti ilə qəlbi döyünür. Vətəni qəlbində daşıyanların vətəndə hər zaman yeri görünür. Bugün bu gözəl toy düyündə Vaqif əminin yeri görsənir. Təbrik edirəm, onun təbriklərinə qoşuluram. Eyvaz əminin ailəsini təbrik edirəm. Eyvaz əminin ailəsinə göz aydınlığı verirəm. Təbrik edirəm Rahilə bibinin ailəsini və böyük bir hörmətlə onları bura dəvət etmək istəyirəm. Xahiş edirəm, yaxınlaşın. Eyvaz əmi, Rahilə bibi, xahiş edirik, yaxınlaşın. Axşamınız xeyirli olsun. Allah mübarək eyləsin. Gözünüz aydın olsun. Allah xoşbəxt eləsin. Oğullu qızlı olsunlar. Can deyib can eşitir. Xoşbəxt olsunlar. Çox sağ olun, amin deyirik. Şərəfinizə gözəl bir musiqimiz səslənilir. Rəqsə dəvət edirik. Buyurun.
məni sevənlər, məni duyanlar. Ey məni sevənlər, məni duyanlar. Siz mənim qəlbimdə bahar yazsınız. Telləri gümüşdən, köksü sədəfdən, sinəmdə köklənmiş telli sazsınız. Şeytanın bəhrəsi hədərdir, hədər. Dost olan könüldən nə qəm, nə kədər. Sayınız olsa da ulduzlar qədər, mənim üçün azsınız, yenə azsınız. Allah hər birinizi var eyləsin, əziz məclis əhli. Gözəl bir toy düğündür. Allah hər bir valideynə evlad toyu görsətsin. İcazənizlə dayı xala ailələrini bura dəvət etmək istərdim. Əlbəttə ki, ilk növbədə ana evlər ailəsindən Səma xanımın dayı xala ailələrini bura dəvət edirəm. Eyvaz dayının ailəsini salamlayıram. Eyvaz dayının ailəsinə göz aydınlığı verirəm. Və bir daha şəhidimiz Elsevər qardaşımıza rəhmət diləyirəm. Allah rəhmət eyləsin. Hacı dayının, Elmarın, Elxanın, Tofiqin, Davudun, Vasifin ailələrini təbrik edirəm. Onları bura dəvət edirəm. Təbrik edirəm Möminət xalanın ailəsinə. Zəminə xanımın, Sevil xanımın ailələrini salamlayıram. Sivunzər xalanın təbriklərini çatdırıram bu gözəl məclisdə. Və böyük bir hörmətlə dayı xala ailələrindən xahiş edərdim, yaxınlaşardılar, gözəl bir mübarək kəlmələrini bildirərdilər. Allah mübarək eyləsin, gözləri aydın olsun. Dayı xala ailələri, xahiş edirəm, yaxınlaşın və nəzərə alın ki, bugün Ruslan Şadlıq Sarayında iki ailənin toy düyünüdür. Xoş gördük, axşamınız xeyirli olsun. Xahiş edirəm, hamı yaxınlaşsın. Gel gel, büyük. Siz gelin, ya dağıl, yavaş yavaş, üzümlerden. Mən onu istəyirəm ki, Allah onları xoşbəxt eləsin. Gələcək günləri xoş olsun. O gün olsun, onların da övladları olsun, onların da şad günü görmək, Allah can sağlığı versin. İkincisi də bacıma da, yeznəmə də Allah can sağlığı versin. Əziyyət çəkibdir, o yerə çatdırıbdır, bugün də bəhrəsini görür. O gün olsun, oğlunun da toyunu görmək, Allah ona can sağlığı versin, ya Rabbi. Allah xoşbəxt eləsin. Oğullu qızlı olsun, ya Rəbbi. Nə arzusu var, arzusuna çatsın. 5 qız, 6 oğlan arzusu. Bir yaşında qoca olsun, ya Rəbbi. Alanın gözəli, Allah xoşbəxt eləsin səni, ürəyin istəyən kimi. Allah xoşbəxt eləsin. Allah atanın, ananın başını uca eləyənlərdən olsun. Allah sizə evlad bəxş eləsin. Təbrik edirəm xala. Allah xoşbəxt eləsin. Allah xoşbəxt eləsin, ürəyiniz istəyən kimi. Selamun Aleyküm, herkese. Allah herkesten razı olsun bu bəşin sevinci gününü bölüşdüyü üçün. Səma, həm təbrik edirəm səni. Sən sevincə layiq, çox gözəl qızsan, qızımızsan, balamızsan. Qardaşımız da inşallah. Bəyimiz də gözəl qardaşdır. Allah sizi xoşbəxt eləsin. Həm sizi təbrik edirəm. Çox sağ olun. Gözəl bir musiqi, dayı xala ailələrini rəqsə dəvət edirik. Buyurun. Aman sabahına sar gülür olarım
Çox sağ olun, əyləşin, nuş eləyin. Gözəl bir toydu, icazənizlə növbət sağlığımızı elan edəcəm. Allah razı olsun sizlərdən. Bizim növbət sağlığımız əziz məclis əhli bəyimizin dayı xalalarının şərəfinədir. Bəyimizin dayısı İlqar dayı. Bizim tanıdığımız İlqar müəllim. Evlatlarımızın böyüyüb boya başa çatmasında, təlim tərbiyəsində mən deyərdim ki, İlqar müəllimin çalışdığı kollektivin böyük bir rolu var. İlqar müəllim şərəfli bir peşə sahibidir. Şərəfli bir ad daşıyır, müəllim adını daşıyır. Deyir, hansı sənətdən söhbət açım mən. Bəşərə bu qədər gərəkli olsun. Hansı sənətdən söhbət açım mən, müəllim adı tək, şərəfli olsun. Bugün İlqar müəllim, Sədaqət həkim bəyimizə arxa dayaqdılar. Bunlardan birisi evladlarımızın vətənpərvər kimi böyüməsində böyük bir rolu var. Sədaqət həkiminin bizim sağlamlığımızın keşiyində durmasında böyük bir rolu var. Sağlamlıq sərvətdir insandan ötürü. Həkim müqəddəsdir qanandan ötürü. Dünyada hamımız sağ candan ötürü. Biz sizə borcluyuq, əziz həkimlər, ay Sədaqət doktor. Əlbəttə ki, sizə borcluyuq. Allah sizləri var eləsin. Bugün İlqar müəllimin, Sədaqət həkim sözün əsl mənasında bəyimizə arxa dayaqdılar. İlqar müəllim, xoş gördük. Xoş gördük sizləri. Ulu Səməd Urğun yazır ki, arxalıya arxa durma. Deyəcəklər yamaqdır. Arxasız arxadır ki, qoy desinlər dayaqdır. İlqar müəllim, bugün arxa dayaqsınız. Allah sizi var eyləsin. Evinizə, eşiyinizə, yaxşı günlərə gəlməyə Allah hər birimizə qismət eyləsin. Mən hamını salamlayıram. Allah Teala hamının evində belə gözəl günlər eləsin. Oğlunun, qızının toyunu görsün. Xoş günləri olsun. Vüsal, Səma, sizi Allah xoşbəxt eləsin. Oğullu, qızlı olasınız. Siz necə həyat istəyirsiniz? Allah sizə onu nəsib eləsin. Xoşbəxt olun. Doktor, buyurun. Allah sizi xoşbəxt eləsin. Elə xoşbəxt eləsin ki, deyəsiniz ki, bizdən bəxtəvəri yoxdur dünyada. Oğullu, qızlı olasınız. Ailəniz həmişə daimi olsun. Başa atan olsun. Ananızın, atanızın başını uca elən ailələrdən olun. Şərəfli ailələrdən olun. Allah sizi xoşbəxt eləsin. Çox sağ olun. Gəlsin.